İlk oyunda 5-0 qalib gəlib, ikinci oyunda bu üstünlüyü az qalsın əldən verən klub görmüsünüz? Ya Celtic, Rangers'i, Porto'nu udub Levski'ye məğlub olan komandanı? Ekrana yaxın durun. Sizi Çempionlar Liqasının 2005-2006 mövsümünə aparıram. Slovakiya Liqasının 2004-2005 mövsümündə lideri başa vuran Artmedia Petržalka klubu 2005-2006 mövsümünün Çempionlar Liqasına Kayrat səfərində başladı. İkinci təqsimat mərhələsinin ilk oyununda Qazaxstanda Almata komandasına 2-0 uduzan komanda ikinci oyunda bunun acığını çıxa bildi və 4-1 qalib gəlib adını növbəti tura yazdırdı. Üçüncü turda isə rəqib Şotlandiyanın Celtic idi. İlk oyunda 5-0 kimi gözlənilməz nəticə ilə qalib gələn Slovakiyalılar ikinci oyunda 82-ci dəqiqədə 4-cü qolu buraxaraq son 10-15 dəqiqədə əcəl tərləri tökdülər. Celtic 5-ci qolu vura bilməyincə Slovakiyalılar adını play-offa yazdıra bildi. Burada da rəqib Serbiyanın Partizan idi və Artmedia o komandanı keçib adını qruplara yazdırdı. Qruplarda Porto və Rangers'e məğlub olmadılar və 6 xal toplayıb adını Avropa Liqasının 32-də 1 finalına yazdırdı. Burada isə Levski səddi çətin gəldi. Onsuz da bartları bitmişdi. Onu da qeyd edək ki, Petržalka komandası buna sadəcə 1 milyon maliyyətlə nail ola bilmişdi. 2 ildən sonra da aşağı liqaya düşdülər. Hal-hazırda da elə aşağı alt liqalarda mübarizə aparırlar. Bu cür futbol hekayələr üçün kanalımıza abunə ola bilərsiniz.